12-8. 239 nömrəli tam orta ümumi təhsili məktəbinin 10A sinifindəyik. Sinifdəki şagirdlərin hamısı 3-cü qrupa hazırlaşır. Çünki bu ildən bəzi məktəblərə yeni təmayül tədris modeli adlanan pilot layihə tətbiq edilib. Bu o deməkdir ki, 10-11-ci sinif şagirdlərinə yalnız yönələcəkləri qrup üzrə olan fənlər keçilir. Layihə bizə çox faydası dəydi, çünki bizim o repetitorlərə getməyə ehtiyacımız yoxdur. Həm maddi cəhətdən, həm də ki, vaxt cəhətdən. Elə bil biz pilot layihəsində əlavə dərslərdən yox, məhz 3-cü qrupun aid olan dərslərdən, blok fəndlərdən hazırlaşdıq. Digər əlavə dərslərə vaxt ikisi sərf eləmirik. Təmayül tədris modelində dərslər 90 dəqiqə olmaqla keçilir. Dərsin dərindən mənimsənilməsi üçün bu addım əhəmiyyətli hesab olunur. Vaxtın belə çox olmağının həqiqətən də önəmi bizim üçün böyükdür. Çünki həmin vaxt ərzində biz həm yeni dərsimizi izah edə bilirik, həm əvvəlki dərsləri hazırlıqda olduğu kimi sual-cavab edə bilirik və dim test toplusu, əlavə test topluları, mənbələrdən istifadə edə bilirik. Və bölmə sonu sınaqlarımızda da artıq düzdür, hələ başlanğıcdır, amma başlanğıcın özündə belə biz bir bölmə sonunu sonlandırdıq. Yarışlarımızı təşkil elədik, sınaqlarımızı və nəticələri də çox ürəkaçan nəticələrdir. Sinifdə şagird sayı 15-dən çox olmayaraq qruplaşdırılır. Çünki bu cür siniflərdə hər bir şagirdə fərdi yanaşma əsas götürülüb. Dairələrdən istifadə edərək 3 dənə dairə götürdüm, birinci yeri. Hələ ki, təmayül tədris modeli ölkə üzrə ümumilikdə 14 məktəbdə tətbiq edilib. Buna görə də bəzi şagirdlər bu il məktəb dəyişikliyi edərək bu layihədən yararlanıblar. Bunun daha yaxşı olduğunu düşünərək bura keçid etdik 262 nömrəli məktəbdən 239 nömrəli məktəbə. Bəs keçilən dərslərdən razısanmı? Bəli, yüksək səviyyədə keçilir. Sən özün neçənci qrupsan, hara hazırlaşırsan? Birinci qrupam, daha çox IT sahəsinə marağım var. Tədris ilinin yeni başlanmasına baxmayaraq 239 nömrəli məktəbdə uşaqların hazırlığı ilə bağlı müsbət irəliləyişlər var. Bundan öncəki illərdə əvvəl məktəbə gəlib, daha sonra repetitor yanına gedib, axşam saatlarına qədər dərs saatları ilə məşğul olurlar və indi onlar bildirirlər ki, artıq məktəbdə sırf həmin fənlər üzrə həmin fənlər tədris olunur deyə bizə. Bu bizə çox rahatdır. Asudə vaxtımızda səmərəli təşkil edə bilirik, yorulmuruq və evdə qalan vaxtımızda da sabahki məktəbin dərslərini edirik. Uşaqların hazırlığında iştirak edən müəllimlərlə bağlı da tələblər xeyli ciddidir. Məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə təmayüllü siniflərdə sertifikatlaşdırma imtahanından minimum 51 bal, müəllimlərin işə qəbulu imtahanı üzrə minimum 81 bal toplayan və 3 ildən artıq pedaqoji təcrübəyə malik müəllimlər dərs keçə bilirlər. Bu tələblərə cavab verməyən müəllimlər məktəblilərin ali təhsil ocaqlarına hazırlaşması prosesində iştirak etmirlər.